Hər vaxtınız xeyir olsun. Bu videonu çəkməyə mənə bir şey vadar elədi. Bir nəfər yaxın adam zəng eləyib mənə bir neçə saat bundan əvvəl ki, Kamil müəllim, bəs sən müxalifət yönümlüsən, hə? Bəs sən iqtidar yönümlü idin. Nətər oldu birdən-birə ki, indi keçdi müxalifət yönümlü olsun? Dedim, niyə axı? Nə olubdu? Deyir, sən bu dövləti pisləyirsən. Deyirəm, harada dövlət var, hakimiyyət var. Ola bilər ki, mən hansısa məmuru pisləyə bilərəm, amma dövləti pisləmərəm. Harada, hansı videomda? Deyir, Misir Mərdanovu, bax, pisləyirsən də. Deyirəm, mən onu tənqid eləyirəm, pisləmirəm. Misir Mərdanov nə vaxtdan dövlət oldu? Bu insan dövlətlə, hakimiyyətlə məmurları bir-birindən ayıra bilmir. Bax, budur bizim bəlamız. Çox ədalətsiz bir dövrə gəlib düşmüşük. Misir Mərdanov gör bunları nə günə salıbdır. Elə bilirlər ki, Misiri pisləyən dövləti pisləyir. Bəs sənin öz də ziyalısan, öz də alimsən, sənin alim başına bir daş düşsün. Misir Mərdanov dövlətdir. Misir Mərdanov İlham Əliyevin, bilirsən, əlində əlac olsa bir dəqiqə başını kəsər. Mehriban Əliyevanın başını kəsər. O bir insan ki, İlham Əliyevə, Mehriban Əliyevanın namusuna toxunsun, onun şərəfinə, ləyaqətinə artıq sözlər desin, bu nətər dövlət ola bilər? İlham Əliyevi bu dəqiqə demək olar ki, ən pis vəziyyətə salan Misir Mərdanovun tərəfdarlarıdır. Mehriban Əliyevanı dünya arenasında təhqir elətdirən, söydürən, onun şərəfini, ləyaqətini, namusunu alçaldan Misir Mərdanovun komandasıdır. Başda Misir Mərdanov olmaqla. Bu insan nazir olmaq istəmir artıq. Bu insan prezident olmaq arzusunda olubdur. Bu insan elə özünü elə aparıbdır ki, elə bil ki, bugün səhər bu artıq bunu seçəcəklər, bu prezident olacaqdır. Bu insan ətrafına o qədər özünü təriflədibdir ki, elə biliblər ki, Misir Mərdanovu artıq bu gün səhər gətirib prezident qoyacaqlar. Prezident də yatır. Sənin ailənə olmazın təhqirlərini yağdıran Misir Mərdanov oldu. Şərəfinə, ləyaqətinə, namusuna nələr qaldı deməmiş olsun Misir Mərdanovun tərəfdarları. Amma bir şey də var ki, sağ olsun. İlham Əliyev də elə bir adamdır. Misir Mərdanovun tərəfdarları Mehriban Əliyevanın nə qədər şərəfini, ləyaqətini, namusunu təhqir elədisə, İlham Əliyev də onu kim təhqir eləyirsə, ona şərəf ordeni verirdi, ona şöhrət ordeni verirdi, vəzifələrə təyin eləyirdi və s. və ilə axır. Sanki elə bilirdi, Misir Mərdanovdan elə bil ki, qorxurdu, nə idi bilmirəm. Bir gün səhərdə Allahın köməyi ilə narahat olma, Misir Mərdanov komandasını artıq elə yığıbdır ki, sənin bu komandadan xəbərin yoxdur. Ədalətsiz bir dövlət. Və bu işdə Misir Mərdanovun bu işində ona çox yaxşı köməklik eləyən bank, Unibank oldu. Misir Mərdanov sizin şərəfinizi, namusunuzu, qeyrətinizi çıxartdı bazara. Yəni, özümüzün o Unibank 45.000 manata sizin namusunuzu aldı, şərəfinizi, ləyaqətinizi aldı. Bu da Misir Mərdanovdur. Yəni, dövlət içində dövlət var. Bugün İlham Əliyev xarici siyasətlə məşğul olmasına baxmayaraq, daxildə çox böyük təxribatlar aparılır. Və bu təxribatların demək olar ki, əsas mənbəyi Mehriban Əliyevadır. Bugün səhər onlar istəyirlər ki, hər zaman Mehriban Əliyevanı gözdən salsınlar. İlham Əliyev də sağ olsun, bilmirik hansı tərəfə, hansı istiqamət. Bir tərəfi ailədir, bir tərəfi dost tanışdır. Ancaq gözümüzün qabağında şərəfini, ləyaqətini təhqir edən insanı sən ətrafında saxlayırsan. Bugün niyə ancaq sənin ailən, İlham Əliyevin ailəsi təhqir olunur? Niyə ətrafında o qədər dövlət, Azərbaycan xalqının malını, dövlətini talayan məmurlar var ki, onların heç birinin ailəsi təhqir olunmur. Bugün nəyə görə bugün Daxili İşlər Naziri Vilayət Eyvazovun xanımı təhqir olunur, sizi kimi? Nəyə görə bugün Dövlət Təhlükəsizlik Xidmətinin xanımı, özü, ailəsi, ailə üzvləri hamısı təhqir olunur? Amma bunlardan başqa məmurlar yoxdurmu? Niyə? Qoy, bugün onsuz da bilirsiniz ki, məhkəmələrdə
haqsızlıq baş alıb gedir. Qoy bir gün də apellyasiya məhkəməsinin hakimini və ya ali məhkəmənin hakimini və ya da yerli məhkəmənin hakiminin xanımı təhqir olunsun da və ya da başqa ədliyyə sahəsində, Ədliyyə Nazirliyində hansısa bir xanım təhqir olunur. Niyə? Niyə? Bir özünə sual ver də İlham Əliyev. Bir özünə sual ver. Yeni Azərbaycan Partiyası bu dəqiqə batıb. Partiya deyilən bir şey qalmayıbdır. Baxır, əsəbləşir insanlar. Siz bilmirəm nə düşünürsünüz, ancaq ölkədə artımdan gedir söhbət ki, güya ki, nəqliyyat vasitələrinin, avtobusların qiyməti 10 qəpik qalxdı. Bu sadəcə xalqı narazı salmaqdır, yox. Bir məmurlardan onların qazandığı vəsaitlərin xalq arasında müzakirə olunmaması üçün atılmış bir addımdır. Niyə? Unibank bugün baş kəsir. Və özü də deyir ki, Paşayevlərin bankıdır. Mən yığıram, Paşayevlərə verirəm. Mən yığıram, Mehriban Əliyevaya verirəm. Mən yığıram, İlham Əliyevə verirəm. Və doğrudan da insanların başını kəsir, heç kim işinə demir. Və belə bir təsəvvür oyanır ki, valla, Unibankın yığdıqlarının hamısını ilə yəqin ki, sizə aparıb verir. Cəmaatın evini əlindən alır. Hara baxırsınız? Nəyə görə alır? Nəyə görə alınmalıdır? Bugün cəmaat, baxın da, yaşayış səviyyəsi hansı səviyyədədir? Bu Azərbaycan xalqı bu səviyyədə yaşamamalıdır axı, cənab prezident. Niyə axı bu vəziyyətə salırsınız? Salırlar və eyni zamanda onlar salırlar. Bunu deyirlər ki, bəs sən müxalifət, nazirləri kim qoyubdur? İlham Əliyev təyin edib. Doğru deyirlər də. Burada müxalifət iqtidardan söhbət getmir. Burada əsas odur ki, cənab prezident, bu xalq sizi seçibdir, ona görə yox ki, bu xalqın başını kəsəsən, ona görə yox ki, bu xalqın neftini kəsəsən, ona görə yox ki, bu xalqın suyunu kəsəsən, ona görə yox ki, bu xalqın varını, dövlətini kəsəsən. Bu xalq sizi seçibdir ki, bu xalq yaşasın. Bunlar da yaşamalı. 160 min manat əmək haqqı alan məmur əlbəttə ki, quduracaqdır. Amma ya bax xalqına, nə olur bir bax da, bir çıx. Ətrafına deyilən qoy bir çıxın bu zibilxanaların böyrünə gəzginəndə. Nə olar ki, cənab prezident? Prezident olanda nə olur? Bir bax da bu zibilxanalara. Gör orada nə qədər insanlar yaşayırlar. Bax da sən ziyalına bax. Bir arada bizim televizor arada bax. Gör ağıl verənlər kimlərdir? Hamısı kimlər? O dalı yekə, özlərini necə deyək, ailəsi olmayan, müğənni kimi təqdim olunan insanlardır. Hansı ki, müğənnilikdən xəbəri yoxdur. Bunlardır. Bugün xalqa ağıl verirlər. Bu vəziyyətə salıblar, cənab prezident ülkəni. Bunu Əli Kərimli eləməyibdir ki, bunu müxalifət eləməyib ki, bunu sizin komanda eləyibdir. Sizin komanda. Bugün xalq qan ağlayır. Xalqı qan ağladan da sizsiz, cənab prezident. Kimə deyək dərdimizi? Cəmaatın evini niyə əlindən alırsınız? Məsələn, ailəni təhqir eləyirlər. Biz də Yeni Azərbaycan Partiyasının üzvüyük. Mənim rəhbərimi təhqir eləyirlər. Bu nə deməkdir? Bugün Yeni Azərbaycan Partiyası yoxdur. Ölmüş bir partiyadır. Ölmüş bir partiyanı siz bilirsiniz, rəhbəri sizsiz. Əgər hakimiyyətdə olmasaydı, Allaha and olsun, heç kim Yeni Azərbaycan Partiyasına üzv olmazdı. Bu müxalifətçilik deyil. Hər birimiz qorumalıyıq sizi. Necə qoruyaq? Hansı formada qoruyaq? Bir də görəcəksən ki, o sizi prezident seçən xalq artıq sizdən üz döndərdi. Bunu mu istəyirsiniz? Bunu mu axtarırsınız? Bugün Səddam Hüseyin hardadır? Kim onu öldürdü? Kim Səddam Hüseynin varına, varidatına sahib çıxdı? Bugün Hüsnü Mübarək hardadır? Bugün Libya'nın prezidenti hardadır? Bugün bütün o necə deyərlər, Suriyanın prezidenti hardadır? Və bunları kimlər satdılar? Ətrafı bəsdir daha. Bu qədər də vardan, dövlətdən ötürü xalqını ayaq altına atmaq olmaz. Bu müxalifətçilik deyil ki, məni tam eləyirlər ki, sən müxalifət. Xeyr, qeyri-hökumət təşkilatlarına baxın. Mən də qeyri-hökumət təşkilatının sədriyəm. Amma gəlin görək, mənə nə vermişsiniz siz? Mən indi yaxşı nə deyim? Acımdan ölüm, evimizi əlimizdən alsınlar, işdən çıxarsınlar. Deyim, İlham Əliyevin hakimiyyətindən gözəl hakimiyyət yox. Allah adamın başına daş salar. Bu nə hakimiyyətdir? Bu nə deməkdir? Məmurlar da minir adamı. Və bunun rəhbəri sizsiniz, cənab prezident.
Sizsiniz bu şəraiti yaradan. Başqa kim olmalıdır ki? Bugün əgər demək olar Daxili İşlər Naziri Vilayət Eyvazov olmasaydı, bugün Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Əli Nağıyev olmasaydı, indi cəmaət sizi çoxdan indi dara çəkmişdi. Siz də deyirsiniz ki, polisimə qurban olum. O siz elə deyirsiniz. Polislər də bu dəqiqə Vilayət Eyvazovu oradan uzaqlaşdır. Polisin özü uzaqlaşdırmaq istəyir. Niyə? Çünki artıq azğınlıq başlayıb. Polisin daxilində də var. Xalqı görürlər də. Xalqı görürlər ki, xalq hansı gündədir. Xalqın artıq polislə üzə gəlmə məqamlarını siz görməmişsiniz, amma biz görmüşük. Mən sizdən xahiş edirəm, bu rüşvəti yığışdırmaq lazımdır. Mən sizdən xahiş edirəm, Unibank sizin namusunuzu, şərəfinizi, ləyaqətinizi pulla alır. Gözümüz yoxdur, gözümüz görmür bunları. Cəmaət gör nə gündədir. Bir ziyalı yoxdur ki, ortalığa çıxardasan. Bir Misir Mərdanovla Abil Məhərrəmovu gətirib ziyalı eləyiblər, çıxardıblar ortalığa. Bunlarda ziyalılıq sifəti belə yoxdur. Bunlar ziyalı deyirlər, bunlar özlərini bu dəqiqə prezident kimi aparırlar və prezident olmaq arzularındadır. Amma siz də bunlara təkan verirsiniz. Ətrafınızdakılar artıq sizin gözünüzü elə yumubdur ki, özlərini elə göstəriblər ki, pambıq kimi sizə. Elə bilirsiniz ki, ətrafınızdakının hamısı sizi istəyir, heç biri də istəmir. Heç biri də istəmir. Və mən ümid edirəm ki, tezliklə bir tədbir görəcəksiniz. Sizin ailənin namusu, şərəfi, ləyaqəti hamısı çöldədir, cənab prezident. Bu nə pul yığmaqdır, bu nə dövlətçilikdir. Siz necə belə prezidentsiz ki, sənin ailən təhqir olunur. Qoy başqasının da ailəsi. Böyründə nə qədər müavinlərin var. Qoy onların birinin ailəsi təhqir olunsun da. Deməli, günah sizdədir. Xalqın acısa, deməli, günah səndədir. Əgər bu gün qiymətlər artırsa, deməli, cənab prezident, günah sizdədir. Tutsaz da, tutmasaz da, öldürsəz də, vursa da öyle geydir onsuz da xalq. Bir var acından ölsün, bir var evsiz eşiksiz ölsün. Bir de var ki, tut apar, soxdur. Sən deyilən ki, tut apar, soxsun. Ziyalılarını da tut apar, sox. Onsuz mətbuatın bərbad gündə, təhsilin bərbad gündə, səhiyyən bərbad gündə, ziyalın yox, qalmışsan ortalıqda, bilmirsən nə edirəm o torpağa? O torpağa daş düşdün ki, orada yaşayış yoxdur. Neynəm o torpağı? Ağıllı şəhər saldırırsınız. Nə bilim, bu cəmaət keçsin özü dədə-baba yurtlarına sahib çıxsınlar. İndi də Qarabağlılar təhqir olunmasın. Niyə? Bu geçsin çıxsın da. Bugün Zəngəzurdan danışırsınız ki, Zəngəzur belə getdi, öbürsi belə getdi. Bəli, çoxdur. Çox işlərimiz çoxdur. Və gözəl işlər görürsünüz. Bunları biz kör deyilik. Amma mən yaşaya bilmirəmsə, sənin o gözəl işi mənim nəyimə lazımdır. Gör nə qədər biz şəhid vermişik. Gör nə qədər qazilərimiz var. Qaziyə verdiyin pula bax günə. Qaziləri saldığınız günə bax. Amma 160 min bir məmuratsız əmək haqqı verilməsinə necə baxırsınız? O 80 manatda qaziyə pul verilməsinə necə baxırsınız? Burada ədalətli prinsip olar mı cənab prezident? Olmaz. Və bu işin başında da deyirlər ki, o birisi Əli Kərimli durmur ki, və yaxud da digər müxalifət nümayəndələri durmur ki, bu rəhbər sizsiniz. Hamı da sizə arxalanır, hamı da sizə güvənir, amma güvən yerini sındırmışsınız. Yəni, boş yerə güvənməklə deyil. Boş yerə yalanla mən sizi nə qədər tərifləyə bilərəm? Nə qədər tərifləyim? Nəyə görə tərifləyim? Acımızdan qırılırıq, batırıq. Bütün səhiyyə sistemi bərbad gündə, təhsil bərbad gündə. Nə qədər tərifləmə? Bir baxın görün nə qədər insanlar zülm çəkirlər. Nə qədər insanlar ağlayır, nə qədər ah-nalələr bürüyür bu dünyanı. Vallahi bunun axırı olmayacaq. Mən bircə şeydən qorxuram. Mən qorxuram ki, sizin aqibətiniz o birisilərdən pis olacaq. Ben ondan qorxuram. Və ondan sonra bizim aqibətimiz də o birisilərindən də lap pis olacaqdır. Gecəniz xeyrə qalsın. Allah sizə səbir versin, cənab prezident.